Əslində bugünkü stereotiplərin tam əksinə olaraq 16-cı əsrdə, 1500-cü illərdə farsların ideoloji məzhəbi, onların yaratdıkları əhl-i-sünnət məzhəbi idi. Baxın, əhl-i-sünnətin bütün imamları 90% imamlar hamısı farslardır. Əhl-i-sünnətin konstitusiyasını təşkil edən iki kitab var, möhtəbər iki kitab, Səhih Sünnə deyirlər. Səhih Buxari, Səhih Müslim. Bu kitabları yazan hər iki nəfər farsdır. Əhl-i-sünnətin ən böyük imamı İmam Əbu Hənifə rəhmətullahi əleyh. İmam Əbu Hənifə rəhmətullahi əleyhin etnik kimliyi də farsdır. Babaları məcusilər olublar. Yəni orta əsrlərdə biz ideologiya deyiriksə, əgər Şah İsmayıl orta əsrlərdə fars ideologiyasını qəbul etmiş olsaydı, onda gərək Şah İsmayıl əhl-i-sünnət məzhəbini yayaydı. Çünki əhl-i-sünnətin 90% imamlar farslardır. Əbu Hənifə, Səhih Buxari, Müslim, Sicistani, Nişapuri, Əbu Davud, Qəzali və sair hamısı farslardır. Yəni farsların ideoloji silah kimi istifadə elədiyi xət əhl-i-sünnət məzhəbidir. Əhl-i-sünnətin bütün kitablarını farslar yazıblar. Şah İsmayıl əgər o devrin, İranın və farsların ideoloji xəttin örnək götürsəydi, onda gərək Şah İsmayıl Hənəfi məzhəbini örnək götürərdi. Sünni məzhəbini örnək götürərdi. Da gedib İraqdan, Mədinədən, Məkkədən ərəb mənşəli alimləri Azərbaycana gətirməzdi. Başa düşürsünüz? Elə Şah İsmayılın qulağının dibində var idi də. İsfahanda, Şirazda kifayət qədər sünni alimlər vardı. Sicistanda və s. bölgələrdə, Sistan kimi bölgələrdə kifayət qədər sünni alim vardı, fars alim vardı. Fars ideologiyası sünnizm idi. Sünnizm idi. Fars ideologiyası sünnizmdir. Yəni farslar bugünkü stereotiplərin əleyhinə olaraq əhl-i-sünnətə daha çox xidmət edir.